uğursuzluqdan qorxduğumuzu deyərik. Ancaq əsl qorxduğumuz şey uğurlu olmaq ehtimalımızdır. Bu cümləni bir kitabda oxumuşdum. İlk eşidəndə insana qəribə gələ bilər. Kim uğurdan qaçar ki? Ancaq bir düşünün. Psixologiyada bu vəziyyətin adı belə var. Yona kompleksi. Psixikamızda qəribə bir mexanizm var. Uğursuzluq bizim üçün tanış bir otaq kimidir. Qaranlıqdır, bəlkə narahatdır, amma divarların harda, necə olduğunu bilirik. Orada özümüzü güvəndə hiss edirik. Bəs uğur? Uğur o qaranlıq otağın qapısını açıb, göz qamaşdıran işığa çıxmaqdır. O işıq dəyişim deməkdir, məsuliyyət deməkdir. Artıq bəhanən yoxdur deməkdir. Bax, buna görə də beyin həyəcan siqnalı verər. Əlimizdə hər imkan varkən, son anda özünə mane olmaq, özünü sabotaj etmək, işləri yarımçıq qoymaq əslində o tanış qaranlığa geri qayıtmaq istəyidir. Niyə alınmır deyirsənsə, bəlkə də bugün özündən soruşmalısan. Mənə mane olan əslində nədir? Bəlkə elə öz işığımdan qorxuram.